Salam, hamınızı xoş gördük. Bu gün mətbəxdə keks hazırlayıram. Bir növdə piroqa bənzəyir. Nədən hazırlayıram? Mən əvvəlki videoların birində qeyd etmişdim ki, evdə mürəbbə sularını atmıram, onları şirniyyatda istifadə edirəm. İndi mənim burada gavalı mürəbbəsinin suyu var, yarım stəkan lazımdır. İndi bundan hazırladığım keksdə istifadə edəcəyəm. Bunu bir kənara qoyuruq, hələ ki bu bizə lazım deyil. Keksi hazırlamaq üçün nə lazımdır? 1 stəkan süd, çox da dolu olmayan stəkanda, 1 stəkan bitki yağı, stəkan yarım şəkər tozu, kişmiş, 2 yumurta və 2 stəkan un, qabartma vanil. Onu da əlavə edeyim ki, bütün ölçüləri eyni miqdarda götürmək lazımdır. Eyni stəkan ölçüsü ilə, əgər südü və yaxud duru yağı eyni stəkanla ölçmüşüksə, həmən stəkanla şəkər tozunu da, onu da eyni stəkanla ölçməliyik. İndi işə başlayaq. Əvvəlcə yumurtaları çırpırıq. Şəkər tozunu əlavə edib, yenidən qatırıq. Yaxşı çaldıqdan sonra yağı əlavə edirik. Ardınca südü qatırıq. Vanili, qabartma tozunu isə una əlavə edirik. Unla birlikdə qarışığın üzərinə əliyirik. Kişmiş əlavə edirik. Və qatırıq. Artıq xəmirimiz hazırdır. Qatılığı belə olmalıdır. Eyni cinsli bir kütlə alırıq. Keks üçün istədiyiniz formadan istifadə edə bilərsiniz. Formaya az bir miqdarda duru yağ əlavə edirik. Divarlarını, kənarlarını və içini yağlayırıq. Həm asan, ucuz və sərfəli başa gələn bir keksdir və xəmiri formaya əlavə edirik. Hər tərəfə yayırıq, ortasını bir qədər çökəldirik ki, şişib köpür, onsuz da şişəcək. Süd olduğuna görə südlü olan kekslər hamısı şişib partlayır. Onun yaxşı bişməsini göstərir və 180 dərəcəli sobada 15-20 dəqiqə bişiririk. Artıq keksimiz bişib hazırdır, onu indi doğrayırıq. Və kəsilmiş hissələrdən həmin mürəbbə suyunu keksin aralarına qaşıq vasitəsilə dökürük.
Və zövqə görə keksin üzərinə qoz və yaxud kokos qırıntıları səpirik. Artıq keksimiz hazırdır, süfrəyə verə bilərik. Çox kövrək və yumşaq keksimiz var. Hazırdır. Artıq çay süfrəsinə verə bilərik. Nuş olsun. Kanalı izləməyi unutmayın. Görüşənədək.